Salam uşaqlar, daha bir məsələnin izahına baxaq. 21-ci sual. 21. 21-də bizə bildirilir ki, 5,4 qram suda neçə molekul var? Baxın uşaqlar, H2 onu yazdıq su. Bu neçə moldur ümumilikdə? 1 moldur. Bu neçə litrdir? Hal-hazırda 23,4 litrdir. Bu neçə molekul hissəcik var? 6,02 bunun üstü 23 sayda hissəcik var. Yəni 1 mol axı. Yəni bunun emeri nə qədərdir? 18. Biz bunları ilkin olaraq bir maddəyə baxanda biz bunları görə bilirik. Bizə hansısa bir kütlə verildi və ya verilmədi. Biz bunları görə bilirik. İndi bizə buradan nə ilə nəyi soruşur? Bax, qramla molekul soruşur. Qram, qram və molekul soruşur. Qramı götür və molekulu götür. Qramla molekulu götürdük. Yəni 18 qramda suyun molekul sayı 6,02 bronzda 23 olarsa, bəs 5,4 qramda nə qədər olacaq? X. Onda buranın bura gedəcək 0,3 qalacaq bura. Burada deyəcək 1,806 vurulsun 10 üstü 24 edər. Yəqin ki, cavab alacaq D variantı. Hansısa bir mexaniki səhvləri ola bilər uşaqlar. Bunları özünüz hesablayarsınız. Vurmada bəzi səhvlər ola bilər.